Salam, mən bugün sizə Ənvər Məmmədxanlının Qızıl Qönçələr adlı əsərini oxuyacağam. Başlayaq. Deməli, deyir, qoca Firuz gün batanda evə qayıdır. Deməli, adı nədir? Kişinin adı, üzr istəyirəm, Firuzdur. Və nə zaman evə qayıdır? Gün batanda. Evə qayıdır, gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir. Yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Deməli, bəzi günlər deyir, neynir? Yük daşıyır. Bəzi günlər də deyir, elə işsiz şəkildə anbarın yanında işsiz dayanır və gözləyir ki, ona kimsə çağırsın, ona iş tapşırsın. Bir növ, belə deyək, hambal kimi. Belə günlərdə o ağzına qədər daha dolu anbarların yanında boş bikar oturub qalır. Kürəyini divara söküb mürgülüyür. Axır zamanlar o hər axşam gün batan kimi bazardan çıxıb, hara isə tələsir. Şəhər kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq saxlayır. Deməli, xalça karxanası harda yerləşir? Şəhər kənarındakı xalça karxanası deyir. Deməli, şəhərin kənarındadır. Daha sonra çoxdan qurumuş bir çınar ağacına söykənib dayanır. Gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox. İndi daha ağır bir yük gözləyir. Aha. Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə irli xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır. Budur, axır iki qız, qolları üstündə 7-8 yaşlarında. Deməli, qızın neçə yaşı var? 7-8 yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır. Bu qoca hambalın nəvəsi Sürəyyadır. Deməli, həm onun bəzi testlərdə ola bilər qarşınıza çıxar, çaşqınlıq yarada bilər. Nəvəsidir, övladı deyil, nəvəsi Sürəyyadır. O hələ ayaq açıb yerməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Deməli, sonradan şikəst olmur. Belə deyə, elə doğulandan sonra ayaq açıb yerməyə başlamamış, rütubətli deyir və qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdur. Deməli, qocanın olan olmaz bircə, belə deyək, kimsəsi elə bu qız, yəni Sürəyyadır. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü. Ondan heç bir xəbər gəlmədi. Aha, oğlu deməli, işdalıca gedir və uzaqlara getdiyi üçün, belə deyək, ondan bir xəbər gəlmir, sanki deyir, daş olub quyuya düşmüşdü. Deməli, oğlu itkin düşür bir növ, ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış, öldü. Aha, deməli, gəlini isə deyir, hələ Sürəyyanı süddən ayırmamış, neynədi? Dünyasını dəyişdi. Daha sonra qoca yaxınla, deməli Sürəyya nə atası var, nə də anası. Atası itkin düşüb, anası isə deyir, hələ onu süddən ayırmamış, yəni hələ Sürəyya körpə ikən neyniyib, dünyasını dəyişib. Daha sonra qoca yaxınlaşıb ehtiyatla nəvəsini kürəyinə alır və başı aşağı dinməz söyləməz yoluna düzəlir. Baba, deyəsən bugün çox yorulmusan. Bunu artıq Sürəyya deyir. Yox qızım, bugün bir iş görməmişəm. Qızcığaz o saat anlayır ki, babasının cibində bugün də pul yoxdur. Səngəçi dükanı qarşısından keçərkən qız səslənir. Baba, dayan, səngək alaq. Qoca dayanır. Səngəkçi şagirdi bir neçə səngək büküb qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünləndiyi bugünkü muzlunu 2 qranı çıxarıb şagirdə verir. Qoca Firuzu tər basır. Demək, o bugün də balaca nəvəsinin muzlu ilə qazanılmış bir parça çörəyə möhtacdır. Çox təsirli bir səhnədir, həqiqətən. İkinci isə, axşam yarı qaranlıq, rütubətli zirzəmidə onlar, baba və nəvə, həsir üstündə salınmış, rəngli, solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək və bir parça pendirdən ibarət olardı. Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl nağıllar söyləyərdi. Qızcığaz nəfəsini udaraq babasını dinlərdi. Səhər
Səhərlər isə o babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyini alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi. Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi və qeyd edeyim ki, qızın neçə yaşı var idi? Qızın 7-8 yaşı var deyirdi. Bax, burada qeyd eləmişəm, 7-8 yaşı var idi qızın. Bax, burada. Və neçə il idi deyir, işləyir. Bircə saniyə. Lakin deyir, əvəzində bir ildən artıq idi ki, qız deyir, xalça karxanasında işləyirdi. Deməli, belə deyək, 7 yaşından, hətta 6 yaşından işləməyə başlayıb ki, artıq indi 7-8 yaşı var. Deyir, bir ildən artıq idi ki, işləyirdi. Hər səhər gün çıxanda karxana irili xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Deməli, buradan da bir belə nəticə çıxır ki, orada işləyən təkcə Süreyya deyil idi, həmçinin digər balaca uşaqlar da orada işləyirdi. İrili xırdalı deyir, yüzlərlə oğlan və qız uşağı ilə dolurdu. Deməli, təkcə Süreyya yox, həmçinin digər uşaqlar da burada uşaqların da əməyindən istifadə olunub. Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa 2 cərgə düzülmüş 50-yə qədər böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçik yaşlı uşaqlar idi. Görürsünüz, bax, burada da qeyd edilib ki, kiçik yaşlı uşaqlar. Bir-iki ustadan və karxananın deyir, daha doğrusu karxananın, bircə saniyə, qoca nəqqaşından başqa. Bir-iki usta var, bir də karxananın bir-iki deyir, qoca nəqqaşından başqa. Burada kimlər var idi? Hamısı uşaqlar idi. Bir-iki usta və karxananın qoca nəqqaşından başqa. Burada hamısı deyir, uşaq idi. Yalnız deyir, kiçik yaşlı uşaqlar idi. Onlar 2-2, 3-3 və daha çox dəstələrlə deyir, bu dəzgahlar qarşısında əyləşib, axşama qədər xalça toxuyardılar. Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar. Süreyya isə oxumazdı. Deməli, Süreyya onlara qoşulmur, mahnı oxumur. Onun oxumağa nə səsi var idi, nə də mahnısı. O yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq bütün diqqətini və səyini öz sənətində canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Süreyya üçün nəzərdə tutardı. Yəni, belə deyək də, o həssas işi məhz Süreyyaya həvalə edir ki, o toxusun. Çünki bilir ki, o gözəl toxuyur. Daha sonra bu il solğun, qüssəli payızdan sonra 3-cü hissəyə keçirik. Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı. Odun yoxdur. Qırıq bir lampaya neft güclə çatırdı. Qoca Süreyyanın gecələr titrədiyini görür. Səhərə qədər gözünə yuxu getmirdi. Aha, deməli artıq qış gəlib. Və qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəlmişdi və qoca Firuz görür ki, Süreyya Süreyya soyuqdan yata bilmir. Gecələr titrədiyini görür, səhərə qədər deyir, gözünə yuxu getmirdi. Bugün o Süreyyanı karxana açılmamış, qaranlıq ikən gətirib qapı ağzına qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Deməli, bugün onun artıq bir işi var idi. Böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bugün heç olmasa bir şələ odunun pulunu qazanmalı idi. Deməli, hansı məqsədlə getmişdi əsas olaraq? Bir şələ odunun pulunu qazanmaq. Səhər tezdən yük daşımağa başlandı. Qoca Firuz bugün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o 50 tay daşımışdı. Deməli, günortaya yaxın hətta artıq 50 tay daşımışdı. Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarı qaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. 2-3 pillə düşdü ki, birdən
Onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O əlini haraysa atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O cəld döşündəki kəndiri boşaldıb yükü yerə atmaq istədi, lakin macal tapmadı. Dizləri titrədi. Ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi. Nəhayət o anbarın kərpic döşəməsi üzərinə sərildi. Qışqırmağa, haraya çağırmağa da macal tapmadı. Aşağıda anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü. Deməli, aşağıda hamballardan ikisi ona tərəf yüyürür. Yükü qaldırıb qocanı çıxartdılar. Lakin iş işdən keçmişdi. Yəni artıq qoca Firuz dünyasını dəyişmişdi. Dördüncü hissəyə keçək. Deməli, axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayağı yalın idi. Aha, bax burada artıq tək Süreyyanın deyil, digər uşaqların da belə deyək acınacaqlı vəziyyəti təsvir olunur. Onların bir çoxu ayağı yalın idi. Yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq tələsə-tələsə evlərinə gedirdilər. Balaca Süreyyanı yoldaşları yenə qolları üstünə küçəyə çıxartdılar, lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Süreyya heyrətlə küçənin başına baxdı. Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu gözləmirdi. Süreyyanın yoldaşları da ətrafa boylandılar. Firuz baba niyə yoxdur? Onlar bir-birinin üzünə baxdılar. Gələr, biraz gözləyək. Gözlədilər, deməli, Süreyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi: "Süreyya, bəlkə köməkləşib səni bir təhər evə aparaq." Firuz baba görəsən nə iş çıxdı ki, gəlmədi? Süreyya qəti hərəkətlə başını buladı. "Yox, babam harda olsa bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız." Yoldaşları qaranlıq düşdüyünü görərək doğrudan da qorxurdular. Biraz gözlədikdən sonra onlar da getdilər. Süreyya qarlı qış axşamında küçədə tək başına gözləməyə başladı. Qar getdikcə şiddətlə yağırdı. İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı, lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. Çox duyğulu bir əsərdir əslində. Yəni belə deyim, insan bunu hiss etmədən, insan bunu necə deyim, o duyğunu sanki insana ötürür. Yəni müəllif o duyğunu insana ötürür və yəni bunu hissiz oxumaq qeyri-mümkündür. Çox təsirli bir səhnədir. İndi soyuq qızın bir bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı, lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Süreyya çağırmağa başlamışdı. O əvvəlcə babasını çağırırdı, səs verən olmadı. Sonra o sadəcə bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı. Artıq dodaqları söz tutmurdu. Nəhayət bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı. Bəlkə orada darvazaların tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün olaydı. Və 5-ci hissə, səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Süreyya hələ yarıhuşsuz bir halda darvaza ilə divar arasındakı bucağa qısılıb yatmışdı. İndi onun çit çadırası başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzündə əks etmişdi. Bəlkə üzərinə düşən günəş şüalarının təsiri altında idi ki, bu saat o qəribə və gözəl bir yuxu görürdü. Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. Deməli, yuxusunda deyir, geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş, döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalalarla döşənmiş və bəzənmişdi. Aha, deyir, indi onun deyir, özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş,
Döşəmə və divarlar onun toxuduğu qızıl gönçəli xalılarla döşənmiş və bəzənmişdi. Günəşin şüaları vurduqca onun toxuduğu xalçalar üzərindəki gönçələr bir-bir açılır, onların hər biri bir qızıl gülə dönürdü. Bunu görən Sürəyya sonsuz bir sevinclə ot kimi yanan gönçələrin üzərinə yürüyür, onları qoparmağa ürəyi gəlmir. Bir-bir oxşamaq istəyirdi. Lakin birdən kimisə qolundan tutub bu aləmdən kənara çəkməyə başladı. Onun yuxusu dağıldı. O gözlərini açdı. Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Deməli, onu tutub qaldıran qolundan yuxarı çəkən kim idi? Karxananın qoca nəqqaşı. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar. Qoca nəqqaş onu qucağına alıb içəri apardı. Öz otağında taxt üstündə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o yarıhuşsuz bir halda sayıqlamağa başladı. Harda qalmışdın baba? Bir bax, gör necə gün çıxıbdı. Bunlar hamısı mənim toxuduğum xalçalardı, deyir. Gönçələr də mənimdir. İndi gün vurduqca hamısı bir-bir açılmağa başlamışdı. Bəs sən hardaydın baba? Və 6-cı hissə başlayır. Yəni bir növ belə deyək, xəyalında sanki babasını canlandırır. Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı. Bərabər içəri girib Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi. Bir dəqiqə sonra isə başını qaldıraraq qoca nəqqaşa tərəf döndü. Gecikmişsiniz, dedi. Uşaq keçinmişdi. Qoca nəqqaş diksinib bir addım geri çəkildi. Gözləri yaşla doldu. Dönüb pəncərə qarşısına getdi. Kiçik otağının şüşələri, qırıq pəncərəsi arxasından bütün karxana onun gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz-səmirsiz dəzgahların qarşısında oturmuşdular. Bugün onların heç birindən səs çıxmır. Heç kəs nəğmə oxumurdu. Onlar hamısı başlarını aşağı dikib işləyirdi. Qoca nəqqaş qəmli-qəmli onlara baxdı. Biraz əvvəl Sürəyyanın sayıqladığı sözləri xatırladı və indi birdən bu uşaqların hamısı ona günəş gözləyən solğun gönçələr kimi göründülər. O köksünü ötürdü və dedi, yox, bu cür davam edə bilməz. O gün gələcəkdi. Günəş doğacaq. Gönçələr açacaqdı. Möhtəşəm bir əsərdir, möhtəşəm bir duyğulu bir əsərdir həqiqətən. Bunu yəni hissiz oxumaq mümkün deyil. Sadəcə möhtəşəm. İndi isə keçək həyata əks etdirmə növü, yəni bir növ əsərin təhlilinə. Həyata əks etdirmə növü epik növdədir. Janrı hekayədir. Mövzusu Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ağır həyatı. Deməli, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ağır həyatı. İdeyası kasıb insanların da normal yaşamaq haqqının olmasıdır. Kasıb insanların da normal yaşamaq haqqının olmasıdır. Problem isə aclıq və səfalətin hökm sürdüyü cəmiyyətdə insan həyatına dəyər verilməməsi. Aclıq və səfalətin hökm sürdüyü cəmiyyətdə insan həyatına dəyər verilməməsi. Müəllif hekayədə dərin ümumiləşdirmə apararaq Firuz babanın və onun nəvəsi Sürəyyanın timsalında cəmiyyətdəki qeyri-bərabərliyi, haqsızlığın insanların həyatına gətirdiyi çətinlikləri yığcam bədii lövhələrlə açıb göstərmişdi. Firuz baba Sürəyya zülmün imtahanına çəkdiyi ağır zəhmət hesabına bir qarın çörək güclə qazanan binəsiblərdən biridir. Cəmiyyətdəki sosial ədalətsizlik bu binəsibləri əzir, onlar insan ömrü yaşamırlar, həyatları məşəqqətlər içərisində keçir. Hekayənin sujet xətti dramatik tərzdə inkişaf edir. Nə idi Firuz kişinin günahı, nə üçün balaca Sürəyyanın həyatı o hələ gönçə ikən soldu? İnsanların belə ağır həyatı nə vaxta da davam edəcəkdi? Yazıcı əsərin sonunda bu kimi suallara nikbin cavab verir. Bu cəhətdən qoca nəqqaşın dediyi sözlər rəmzi səslənir. Yox, bu cür davam edə bilməz. O, qəfil gələcəkdi. Günəş doğacaq, gönçələr açılacaqdı.
Obrazlarımız Firuz kişi. Firuz kişi yaşı ötsə də ağır zəhmətə qatlaşmağa məhkumdur. Zəhmətkeş və qayğıkeşdir. Lakin o nə qədər çox çalışsa da sabaha heç bir ümidi yoxdur. Çünki qazancı balaca ailənin ən adi ehtiyaclarını ödəməyə belə çatmır. Deməli, sabaha heç bir ümidi yoxdur. Daha sonra nəvəsi ilə birlikdə nəm çəkən zirzəmidə ömür gün çürüdürlər. Firuz kişinin həyatda yeganə ümidi olan balaca Sürəyyadır. Həyat o qədər ağır, yaşayış o qədər çətindir ki, Firuz kişi şikəst nəvəsini də xalça karxanasında işləməyə göndərir. Nəvə, baba hər ikisi işləməyə məcbur olsa da, fəqət bu balaca ailə yenə qarın dolusu yeməyə çörək, nəm zirzəmini isitməyə odun tapa bilmir. Gecələr soyuq, nəm zirzəmdə titrəyən nəvəsinin gözlərinə baxanda xəcalət çəkir. Firuz kişi bir gün daha çox işləyib, bir qədər artıq pul qazanmaq ümidi ilə evdən tez çıxır. Lakin onun heydən düşmüş bədəni yaşına uyğun gəlməyən ağır yükə tab gətirmir. Firuz kişi ambarda yıxılır və həyata əlvida deyir. Sürəyyadan danışaq. Sürəyya həyatı üçün təhlükə olan vəziyyətlə üz-üzə qalır. Atası işləmək üçün getmiş, bir daha qayıtmamışdı. Anası Sürəyya körpə olarkən vəfat etmiş. Zirzəminin nəmişliyindən iki ayağı şikəst olmuşdu. Babasının nağılları ona hər şeyi unutturur. Xalça karxanasında işləyən Sürəyya uşaqların yorğunluq üçün oxuduğu mahnılara qoşulmazdı. Karxanadakı ən gözəl qızıl gönçələri Sürəyya toxuyardı. Babası öləndən sonra iki ayaqdan şikəst olan Sürəyya həyatda yeganə dayaqdan da məhrum qalır. Çətin həyatda ona əl tutacaq, dayaq duracaq bir kimsəsi yoxdur. O müthiş gecədə təbiət də sanki bu balaca qızcığaza qarşı amansız olmuşdu. Soyuq qış gecəsində xalça karxanasının qapısı ağzında köməksiz qalan Sürəyyanın ağır vəziyyətini ifadə etmək üçün yazıcı qızcığazın çıxılmaz vəziyyətini çatdırmaqla bərabər uşaq xarakterini, babasına sonsuz məhəbbətini, saf, səmimi ürək sahibi olduğunu da ifadə edir. Lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz ağlamağa başladı. Qarlı gecədə səhərədək babasını gözləyə-gözləyə xalça karxanasının qarşısında qalan Sürəyya donaraq ölür. Yazıcının işlətdiyi təsvir vasitələri də qüssəli payız, qızıl günəş, uşaqların hamısı günəş gözləyən solğun gönçələr kimi görünürdü və s. Bədiliyin artmasına əhəmiyyətli təsir edir. Belə və qeyd eləyək ki, bu xüsusiyyət deyirik. Hansı xüsusiyyət? Yəni Sürəyyanın Nurəddin və Bahar əsərlərinin baş qəhrəmanlarına da şamil edilə bilər. Hansı ki, bu Sürəyyanın başına gələnlər Nurəddin və Bahar əsərlərinin baş qəhrəmanlarına. Daha sonra donaraq ölməsi Bahar əsərinin baş qəhrəmanı ilə taleyini birləşdirir. Belə, bu qədər mən duyğulandım. İnşallah ki, sizə də belə həm oxuyaraq, belə deyim, o duyğunu hiss eləmək, o hissləri yaşayaraq, belə deyim, necə deyim, ötürə bildimsə sizə və siz əgər hiss edərək onu dinləyəcəksinizsə, nə xoş mənim halıma. Belə, sağlıqla qalın.